Masallı rayon polis şöbəsində Azərbaycan polisinin yaranmasının 108-ci il dönümü münasibəti ilə silsilə tədbirlər keçirilib. Tədbir rayon polis şöbəsinin həyətində şəxsi heyətin sıra düzümü ilə başlayıb. Masallı rayon polis şöbəsinin rəisi polis polkovnik Azay Ağayev polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik edərək Daxili İşlər Naziri Vilayət Eyvazovun təbrik məktubunu oxuyub. Polis əməkdaşları və tədbir iştirakçıları Masallı şəhərində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül dəstələri düzüblər. Heydər Əliyev mərkəzində davam edən tədbir Ulu Öndərin və Azərbaycan ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, ardınca dövlət himninin səsləndirilməsi ilə başlayıb. Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov çıxış edərək polis əməkdaşlarını təbrik edib, onların ictimai asayişin qorunması, vətəndaş təhlükəsizliyinin təmin olunması və cinayətkarlığa qarşı mübarizədəki xidmətlərini yüksək qiymətləndirib. Masallı rayon polis şöbəsinin rəisi Azay Ağayev isə geniş məruzə ilə çıxış edərək rayonda ictimai təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlərdən, eləcə də cinayətkarlığa qarşı mübarizədə əldə olunan nəticələrdən danışıb. Müasir Azərbaycan dövlətinin qurucusu, ümumilli lider Heydər Əliyev Azərbaycan polisinin fəaliyyətinə çox yüksək qiymət vermiş, polisin fəaliyyətini daim öz diqqəti mərkəzində saxlamış və polisin cəmiyyətdə rolunu çox yüksək qiymətləndirmişdir. Məhz Ulu Öndərin vaxtında 1998-ci il may ayının 24-də hər il Azərbaycan polisinin peşə bayramının 2 iyul tarixində qeyd edilməsi barədə qərar qəbul edilmişdir. Hər birinizə əmin edirəm ki, Masallı rayon polis şöbəsinin kollektivi rayon ərazisində ictimai sabitliyin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlara qarşı mübarizədə barışmaz mövqeydədir. Rəhbərliyin tapşırığı həmişə bizim üçün prioritet bir məsələ olaraq qarşımızda bir öhdəlikdir ki, biz üzərimizə düşən vəzifəni layiqincə icra etməliyik. Hörmətli tədbir iştirakçıları, Azərbaycan Respublikasının vətəndaşının təhlükəsizliyinin qarantı bizim möhtərəm cənab prezidentimizdir. Möhtərəm cənab prezidentimizin göstərişləri, tapşırıqları, tövsiyələri daim bütün dövlət qurumlarının rəhbərləri tərəfindən gündəlik fəaliyyətində əsas tutulur və xalqa, dövlətə sədaqət və xidmət etmək onların borcu kimi qiymətləndirilir və biz də bu tapşırıqdan, bu göstərişdən ilhamlanaraq bir daha da dövlətimizə, xalqımıza sədaqət və xidmət edilir. Çıxış edənlər polis əməkdaşlarının məsuliyyətli və şərəfli xidmətindən söz açaraq onları peşə bayramı münasibəti ilə təbrik ediblər. Tədbirdə polis orqanlarında səmərəli fəaliyyət göstərən bir qrup əməkdaş Masallı rayon icra hakimiyyəti və Masallı rayon polis şöbəsinin diplom və fəxri fərmanları ilə təltif olunub. Təltif olunan əməkdaşlar göstərilən etimada görə təşəkkür edərək, bundan sonra da xidmətlərini layiqincə davam etdirəcəklərini bildiriblər. Azərbaycan Respublikasına xidmət edirəm. Bayram tədbirləri çərçivəsində Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, rayon polis şöbəsinin rəisi Azay Ağayev və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə turizm bölgəsi olan Qəriblər kəndində Masallı rayon polis şöbəsinin yeni inşa edilmiş polis sahə məntəqəsinin, həmçinin Viləş kəndində yerləşən və 8 kəndə əhatə edən yeni polis sahə məntəqəsinin açılışı olub.
Sonda çay süfrəsi arxasında Masallı'nın veteran polis əməkdaşları ilə görüş keçirilib. Səmimi şəraitdə keçən görüşdə veteranlar xidmət illəri ilə bağlı xatirələrini bölüşüb, gənc polis əməkdaşlarına peşələrini vicdanla və ləyaqətlə yerinə yetirməyi, vətəndaşlara diqqət və həssaslıqla yanaşmağı tövsiyə ediblər. Görüş zamanı veteranlara göstərilən diqqət və ehtiramın onlar tərəfindən məmnunluqla qarşılandığı vurğulanıb. Polis bayramında tək polislərin deyil, bütün cəmiyyətimizin bayramıdır. Bütün ailə üzvlərimizin bayramıdır. Bir də Azərbaycan polisinin şəxsində Azərbaycan xalqını təbrik edirəm, Azərbaycan vətəndaşlarını təbrik edirəm, Azərbaycana gələn qonaqları təbrik edirəm ki, onlar bu cür təhlükəsizlik və sabitlik, əmin-amanlıq şəraitində öz istirahətlərini edirlər. Allah xalqımızı, dövlətimizi var etsin.